Bismillahirrahmanirrahim. Elhamdülillah. Arkadaşlar, mühüm məsələlərdən də həmçinin valideyn münasibəti, övlad-valideyn münasibəti. Yəni, özünüz görürsünüz, bilirsiniz ki, Quran-ı Kərim oxuyanda da valideyn barədə necə ayələr var. Peyğəmbər sallallahu aleyhi ve sellem hədislərini oxuyanda necə hədislər var. Allah subhanahu teala buyurur ki, فَلَا تَقُلْ لَهُمَا اُفِّنْ el-ayə. Yəni, onlara hətta uf demək deməyin. Uf demək, yəni etiraz. Balaca bir etirazdır, uf, belə eləysən. O da düzgün deyil. Amma biz əksinə bir nələr işləyirik, valideynlərə baxmırlar. Qoca evləri. Biz eşitmişdik, yəni yetim evləri, sonra qoca evləri. Görürsən ki, övlad sağda aparıb qoyur valideyni qocalar evinə. Elə bir ki, cənnətini itirir də adam. Cənnəti yanında itirir. Çünki valideyn cənnəti qazanmaq üçün ən böyük səbəbdir. Cənnəti qazanmaq üçün. Həmçinin cəhənnəmi də. Valideyn haqları Allahın haqlarından sonradır. Və valideyn də deyəndə, qardaşlar, ən daha çox ana. Ən daha çox ana. Düzdür, atanın da yeri var. Amma ananın daha çoxdur. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem deyəndə daha çox kim hörmətə layiqdir, diqqətə və s. Dedi ana. Dedi sonra dedi ana. Dedi sonra dedi ana. Dedi sonra dedi ata. Ana həm qadındır. Qadın daha çox diqqətə ehtiyac var. Ona görə anaya baxmaq cənnəti qazanmaqdır. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem də işarə edib hədislərdə ki, cənnəti qazanmaq isə ana ayaqları altındadır. Və ata da həmçinin. Allah'tan qorx, nə badə üzərinə ağ olasan. Çünki sən üzünə ağ olanda sənin də övladlarını səninlə belə eləyəcəklər. Bəlkə də ondan da pis. Yaddan çıxadma. Xüsusən də ana. O yaxınlarda danışdım o hadisəni Saudiyada bir Məkkədə. Məkkə yox, Ciddə şəhərində olmalıydı. Məhkəmə olur. Məhkəməyə çıxan məsələ nə olur? İki qardaşdır. İki qardaşdır. Anaları var. Aralarında mübahisə düşür. Anasına kim baxacaq? Anasına kim baxacaq? Böyük qardaş deyir ki, mən baxacağım. Balaca qardaş deyir ki, mən anamı vermirəm, mən baxacağım. Təsəvvürlə. Hakim də təəccüblənib. Birisi də belə iş çıxıb qabağına. Bu nə da? Hakim qulaq asır bunlara. Ana da oturub. Hakim ağlayır. Ya belə, birisi də mən belə şey görürəm. Hətta məhkəməyə çıxıb o dərəcədə. Axırda qərar verir balaca qardaşına. Təbii ki, səbəblər olur. Çünki artıq böyük qardaşı yaşlaşıb. Ana da yaşlıdır. Yaşlı adama baxmaq güc istəyir biraz. Daha çox diqqət istəyir. Cavan olduğuna görə balaca qardaşı ona verir anasını. Təsəvvür məhkəməyə bu işə bax. Amma bizdə görsən ki, məhkəmələr övlad ananı öldürüb. Ata oğlu öldürüb, oğul atanı öldürüb. Bu nə da dəlixanadır. Yəni cəhənnəm elə. Bu dünyada odu gəlir. Odun istiliyi. Yəni onlar Allah'tan qorxmurlar yəni. Bədbəxtçilikdir. O övlad heç vaxt xeyrə çatmayacaq. Ona görə ana varsa, ata varsa, durursa, daha doğrusu, qoruyun onları, onlara baxın. Cənnəti qazanmaq istəyirsənsə, bax, cənnət hələ sənin evindədir. Sən əgər evdə qazanmayacaqsan, bayırda necə qazanacaqsan? Bax, bunu tövsiyə edirəm, qardaşlar. Sonra gedəndə ana, ata, adam hevslənir, adam deyir, kaş ki olaydı bu saat, olaydı baxardım. Sən onda gecdir. Onda da gecdir. Hələ yanındadır, bax ki ona. Hətta Allah Teala buyurur ki, hətta kafir olsalar belə.
Hətta kafir olsalar belə. Allah Teala elə misal çəkir ki, deyir, əgər valideyn səni Allah'a şərik ən böyük günah misal getirir. Əgər Allah Teala səni, valideynlər səni Allah'a şərik qoşmağı məcbur eləsələr, o məsələdə tabi olma. O məsələdə. Lakin sonra nə deyir? Deyir ki, amma yaxşı davran onlarla. Yaxşı davran. Müamilə, münasibət qal öz yerindədir. Ona görə qardaşlar, cənnət hələ evindədir. Əgər qalıbsa ana, ata, bax ki, bacardığın qədər səbirli ol. Başa düşürəm, yaşdaşanda onlar da belə uşaq kimi olurlar. Tez inciyirlər, dəyişilirlər, kövrəlirlər. Bir dənə şey deyən görürsən, ağlayır, tez inciyir. Səbirli olmaq lazım, güclü səbir. Bilirəm ki, cənnət varsa ana, ata, cənnət deməli yaxındadır səndə. Həmçinin cəhənnəm. Ona görə qorxun, Allahdan qorxmaq lazımdır. Olana şükür eləmək lazımdır, səbir eləmək lazımdır. Və valideynlərinizlə yaxşı davranın. Valideynlərinizlə yaxşı davranın. Bax, Peyğəmbər sallallahu aleyhi ve sellem, o bizim üçün nümunədir. Və baxmayaraq atası görmədi, dünyasını dəyişdi. Anasını da yaxşı yadında bəlkə də qalmayıb. Uşaq ikən dünyasını dəyişdi. Lakin olan qəbrinin yanına gedib ziyarət edirdi onları. Hətta buna baxmayaraq bilirdi ki, onlar İslam üzərində, iman üzərində ölməyiblər. Allah'tan dua edirdi ki, Allah onlara bağışla. Allah Teala bağışlamadı onları. Lakin icazə verdi anasının qəbrini ziyarət eləməyə. Sahabələr deyirlər ki, gedirdi anasının qəbrinə, biz də gedirdik. Ağlayırdı, biz də ağlayırdıq. Anası üçün. Hələn baxmayaraq 6 yaşı var idi dünyasını dəyişən anası. Balaca idi, atası heç görməmişdi. Lakin fikir ver, ana ataya öləndən sonra da kafir olsa belə. Necə münasibət, necə ehtiram. Belə olmaq lazım, qardaşlar. Hələ mən danışmıram, ana ata öləndən sonra o da belə öyrəcək qutardı. Olan qəbirlərini ziyarət eləmək. Gedmək ora. Sən gedəndə uşaqlar da görür, sən də öləndə uşaqlar gələcək. Amma sən gedməyəndə uşaqlar da gəlməyəcək. Qalacaqsan orada tək. Kimin yadına düşdü, dua elədi, qutardı. Belə bitdi hər şey. Ona görə qardaşlar, sağlığında kim sağdır, hörmətin elə, saxla, bax. Öləndən sonra istəyirsən, yasında qış vaxtı banan ver, pomidor ver. Sigaret, nə bilim, jajigalkanın stol üstündə hər şey. O mehribançılıq deyil, o özünü göstərməkdir başqalarına. O sevgi əlamət deyil, hörmət əlamət deyil. O boş söhbətdir. Ümumiyyətlə, ora düzgün, haram dəli şeylər. Haram da olmaz. Yas yeri, yiyib içmək yeri deyil. Əgər ölüb, imkanın var, kəndində yol çək. İmkanın var, kətdə su yoxdur. Bir dənə artizan var cəmaata. Ona deyirlər davamlı sədəqə. Davamlı, yəni dayanmır. Axar sədəqə. Yəni, o quyuda su qutaranacan valideyn və salav gedəcək. Sən bunu eləmirsən. Gəlib pomidor verirsən, yasda yiyib içmək, kabab. Bu sevgi əlamət deyil. Əgər istəyirsən, atan, anan üçün xeyr olsun, bu işi görür. Vallahi, əgər insanlar heç olmasa, belə eləsələr, heç olmasa, kətlər gör necə abadlaşar. Kətlər nə qədər adamın çətinlikdə olan şeylərdən çıxarlar. Gərək cəmaat oyanaq gərək, dəyişək biraz üslubu. Qaydaq adətimizə, qaydaq dinimizə. Çünki dinimizlə adət bir-birinə qarışıb. Adətlərimiz də dinimizdən gəlir. Xeyr ondadır. Avropada xeyr yoxdur. Avropada xeyr yoxdur. Heç bir şeyində. Kimsə göz tikib o tərəfə, ora həlak olmaqdır. Onlar batıblar, səni də aparıb batıracaqlar arxalanınca. Kim gəlmək istəyir, onlar gəlsin. Heç yana getmək lazım deyil. Allah razı olsun, qardaşlar. Biz de bunları bilirsiniz, təkrarladım.
Allah bizə eşitli faydalardan etsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.